Gedirəm teatra. Teatr necə olacaq? Akademik Milli Teatrında baş tamaşasıdır. Ona baxacağım. İşdən çıxmışam. İndi piyada gedirəm metroya. Metroya gedirəm Nizami metrosuna. Piyada keçidi. Keçək. Gedirəm metroya, oradan da gideceğim Akademik Milli Tiyatro'na. Hoşum geldi bu iki rengin uyumundan. Öyle bir de Milon'da. Çok teşekkür görsənir. Buradan böyle başkam çıxanda. Deməli gəldim, axırı çatdım Akademik Milli Dram Teatrına. Qorxdum, skuterlər keçdi. Gidək görək, necədir tamaşamız. İlk dəfədir gəldim bu teatra. Deməli, mən baxacağım tamaşa budur. Baş. Gelmişəm ki, bütün bu torpaları Rusya İmperyası'nın ərazisine qatırım. And içirəm kimə və mənim əcdadlarım bu torpaqların əbədi vəzəni sahibi kimi indiyə nə qədər göz bəbəyimiz kimi qorumuşuq. Əmin olun ki, bundan sonra da qoruyacağıq. Müharibə eləmək istəyirsənsə, mən hazır. Sən toplarınla, ordunla öyünürsənsə, mən də torpağıma yer yetmə qətiyyətimlə öyünürəm.
Niyetinin davamlı qalmasına təminat verir. Bakının taleyi əldə olunur. Sərdar Sıçarov bizə də boğazlayıb ki, mən hələ işimi bitirməmişəm. Teatrdan çıxdım, baş tamaşası bitdi. 2 saat hardasa tamaşa çəkdim. Həqiqətən halal olsun aktyorlara. Uzun-uzun dialoqları, uzun-uzun orada sözlərini necə yadda saxlayırlar. Super. Geyimlər vəbşə əla idi, musiqi super. Tam o hissi adama verirdilər. Orada tüstü effekti, hətta silahlar istifadə olunurdu. Hamısı əla idi, yəni görünüş olaraq adam o hissi verirdi. Hətta bir səhnədə belə gözüm yaşarmışdı. Daş-qaşlar çox superdi. Yəni şahların, xanlıqların geyimlərində olan daş-qaşlar par-par parıldayırdı. Hətta işıqlar da ora vururdu deyə daha gözəl parıldayırdı. Effekt yəni super idi. Bakı xanlığındakı daş-qaşlar daha çox idi. Bir də ki Qacar xanlığındakı daş-qaşlar daha çox idi. Belə əla idi, yəni super idi. Tamaşa bəyəndim.